Salam, hər vaxtınız xeyir olsun. Kəlbəcər mətbəxinin dəyərli izləyiciləri, yenidən hər birinizi xoş gördük. Bu günləri pendir mayası hazırlayacağım. Necə hazırladığımı siz izləyicilərimlə paylaşıram. Əziz xanımlar, indi deyəcəksiniz ki, pendir mayası nə olan bir şeydir. Bəli, bunu bir çoxlarınız bilmirsiniz. Bunu ancaq heyvan saxlayanlar, analarımız, nənələrimiz bunu daha da gözəl bilirlər. Mənim anam da hazırlayırdı, amma yadımdan çıxıb ki, bunun içərisinə nələr gedirdi. Mən qaynanamdan soruşdum bunun reseptini ki, içinə nələr gedir və necə hazırlamaq lazımdır. Pendir mayasını hazırlamaq üçün bizə 3 litrlik ölçülü balonda su götürmüşəm. 3 litr su, 200 qramlıq stəkanla bir buğda, 50 qram da qarğıdalı, bunları yuyub hazır qoymuşam. 200 qramlıq stəkanla bir adcana, təxmini bir barmaq belə aşağı qənd, ancaq qənd istifadə edirik. 200 qramlıq stəkandan biraz baş aşağı, təxmini dediyim kimi bir barmaq aşağı ağ maş loyba götürmüşük. 3 xörək qaşığı duz, 200 qramlıq stəkanla bir noxud, 1 ədəd yumurta. Ən əsas baş rolda gedən bu mayanı maya halına salan qoyun qursağı. Mən qoyun qursağını kəsilən vaxtı götürüb, yuyub, qurutub, hazır qoymuşdum. Siz əgər istifadə etsəniz, ət kəsilən yerlərdən də ala bilərsiniz. Yəni, eləcə qurutmadan da istifadə edə bilərsiniz. Mən sadəcə olaraq qurutmuşdum ki, nə vaxtsa bu pendir mayasını mən hazırlayacağım. Əziz xanımlar, biz südü alırıq, evdə pendir hazırlayırıq da. Biz o pendiri satın alma mayalar, sirop kimi satın alma mayalardan istifadə edirik. Amma ən əsası, ən gözəli bu hazır evdə hazırladığımız mayadır. Həm pendirin dadı da gözəl olur, həm də ki pendir boş olmur. Yəni həm də sağlam bir qidadır ki, pendiri öz hazırladığımız maya ilə biz hazırlayaq. İndi isə keçək hazırlamağına. İndi isə buğdanı qaynamağa qoyuram. Buğdamız qaynayana qədər biz bankanı boşaltdım suyunu. İndi isə qəndi əlavə edirəm. Maş loybanı əlavə edirəm. Duzu əlavə edirəm. Noxudu əlavə edirəm. Hər birisinin dənəliləri yumuşam. Qursağını əlavə edirəm. Yumurtasını astaca əlavə edirəm. Elə ki sınmasın. Asta. İndi isə buğdanın qaynanmasını gözləyirik. Mayasını artıq hazırlayıram. Buğdanı qazanın içərisinə əlavə edib, həmin o 3 litrlik ölçdüyüm suyu buğdanın üzərinə əlavə edirəm. Buğdanı da çox qaynatmırıq, əlimizlə baxırıq. Bir adcanam əzilirsə demək ki, bəs edir. Buğdanı qaynatdıqdan sonra biraz soymağa qoydum. Əlimizi yandırmayacaq qədər soyur. İndi isə buğdayla birgə ərzaqları əlavə etdim. Balonun üzərinə bu suyu əlavə edirəm. Mən mayanı hazırladıqdan sonra sərin bir otaqda bir ay gözlədirəm ki, mayam özünü tutsun. Gördüyünüz kimi mayam özünü çox gözəl tutubdu. Maya çox qəşəng gəlibdi. İndi isə mayamı 1 litr südlə test edəcəm görüm mənim mayam südü mayalayırmı? Əvvəlcədən gördüyünüz kimi bu qaydayla qarışdırıram mayanı. 1 litr südə 1 xörək qaşığı maya əlavə edirəm. Süd ev temperaturunda olmalıdır.
Mayanı südə əlavə edib qarışdıracağam. Ağzına qapağı qoyub qazanın üzərini bükəcəm. Ev temperaturunda 5 saat gözlədirəm. 5 saat gözlədikdən sonra mən pendirin üzərini açıram. Gördüyünüz kimi pendirim çox qəşəng tutubdu. Demək ki, mənim mayam hazırdır. Gördüyünüz kimi bıçaqla pendiri kəsirəm. 15 dəqiqə gözlədirəm ki, pendirin suyu çıxsın. Pendirin suyu çıxdıqdan sonra özüm tikdiyim, suyu yaxşı süzən belə bir parçadan torba tikmişəm. Süzürəm pendiri həmən bu torbaya. Bu formada əlimdə hazırlayıb suyunu süzməyini gözlədirəm. Suyunu süzməsi üçün axşamdan səhərə gözlədirik. Artıq suyunu süzüb pendirimiz alınıbdır. Çox gözəl, çox dadlı bir pendirim alınmışdı. İyi, dadı, qoxusu çox gözəl idi. Pendiri doğrayıb üzərini duzla, tamamilə duzlayıram. Əgər biz pendiri suyunu çıxartması üçün, suyunda özünü saxlamaq üçün biz pendiri axşamdan duzlayırıq. Sabaha qədər 2 gündə saxlaya bilərsiniz. Pendiri çox duzlamaq lazımdır. Duzlayıb gözlədirik ki, pendirin suyu çıxsın. Pendiri ayrı bir qaba yığıb, üzərinə də həmən suyu əlavə edirik. Mən indi mayanı 1 litr süddən hazırladığım üçün mənim pendirim azdır. Gözlətməyə ehtiyac yoxdur. Bunu elə biz buradaca nuş edəcəyik. Əziz Kəlbəcər mətbəxinin dəyərli izləyiciləri, əgər videomu bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın.